Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə tabes mürəkkəb cümləyə baxaq. Deyir ki, hansı mürəkkəb cümlənin tərkib hissələrindən biri səbəbi, digəri nəticəni bildirir. 3 ildir pulunu vermirsən, bir söz demirəm. Burada ki yoxdur, amma artıra bilirsən də, bu olur tabe mürəkkəb cümlə. Çox çəkmədən qapı açıldı və şeyxin boz saqqalı göründü. Bu ardıcıllıq əlaqəsidir. Şaxta bizi doğrayırdı, əlimiz, ayağımız elə bil özümüzünkü deyildi. Bunu cavab olaraq götürə bilərəm. Niyə? Əlimiz, ayağımız özümüzünkü deyildi. Bu nəticə hissəsidir, nəticə. Bunun səbəbi nədir? Səbəbi odur ki, şaxta kəskin idi. Yun daranır, əlcət toxunurdu. Bu ardıcıllıqdır. Yaxın tanışlarını görür, görməzliyə vurur. Hər ikisini eləyən odur da. Bu sadə cümlədir ümumiyyətlə. Qapı açıq olanda olur, olmayanda ucuz qıfıl, qaravul çəkir, evə quş da uçmur cümləsi ilə bağlı doğru fikri müəyyənləşdirək. Cümlə üzvləri arasında tabeslik əlaqəsi var. Cümlə üzvləri arasında tabeslik o deməkdir ki, burada bir həmcinslik ola, amma onu biz görmürük. 2 qrammatik əsas deyil. 1, 2, 3 cümlə varsa 3 qrammatik əsasdır. Cümlənin tərkib hissələrinin əlaqələnməsinə bağlayıcı iştirak etmişdir. Bağlayıcı yoxdur ümumiyyətlə bu cümlədə. Var, bu var, amma bu da deməli, mürəkkəb cümləni bağlamayıb da. Yəni, cümlələri bağlamayıb. Cümlənin 3-cü tərkib hissəsindəki fikir həm birinci, həm də ikinci tərkib hissəsindəki fikir ilə qarşılaşdırılır. Evə quş da uçmur. Qapı açıq olanda olur, evə quş da uçmur. Yox, bununla qarşılaşdırılmayıb axı bu. Zərfliklər qarşılaşdırılan üz kimi çıxış etmişdi. Zərflik olar, bəli. Açıq olanda, olmayanda qarşılaşdırılan üz kimi götürə bilərik onu. Klasteri tamamlaya bilən cümlə. Cümləni müəyyənləşdirin. 3 qrammatik əsasdan ibarətdir. Qrammatik əsaslardan ikisi nəticə bildirir. Pətəkdə arı qalmadı. Bu aydınlaşdırma əlaqəlidir. Ağacların dövrəsində yarasalar uçuşdu. Əşrəf diksindi, özünü itirdi. Deməli, burada 2 dənə qrammatik əsas var. Bizə 3 qrammatik əsas lazım. Burada isə 2 dənə. Niyə 2 dənə? Biri budur, biri isə budur. Əşrəf diksindi, Əşrəf özünü itirdi. Bu bir yerdə sadə cümlədir. Yəni ayrı-ayrı deyil də, birlikdədir sadə cümlə. Qaravul otağında başımı əleyhiqat çantasının üstünə qoyduğumu bildim. Bir də səhər qaravul rəisinin səsini oyandım. Mən bildim, mən oyandım. Bu sadə cümlədir. Ona görə C-ni çıxıram. Namus bəyə güc gəldim. Bir cümlə. Qanı başına vurdu. 2 cümlə. Gözü kəlləsinə çıxdı. 3 cümlə. 3 qrammatik əsasdır. Bəli. Və namus bəyə güc gəldi. Bu səbəbdir. Digər qalan 2 dənə də onun nəticəsidir. Doğrudan da bənizi qaçmış, rəngi solmuş, taqətdən düşmüş gənc, nazik bir qızın sifətini gördüm. Bu ümumiyyətlə sadə cümlədir. Pramata can verdi. O daş qəfəsdə fəqət yaşadı. Ağalar, qullar dünyası. Heç nə, fəqət var. Bu nədir? Qarşılaşdırılır da. Bir-biri ilə qarşılaşdırılır. Hanı o? C variantında. Sonra göy guruldayır, ildırım çaxır, hava bərk tutulur cümləsində hadisələr eyni zamanda baş verir. Yəni göy gözləmir ki, birinci ildırım çaxsın, yaxud hava gözləmir ki, birinci ildırım çaxsın, qutarsın, sonra mən tutularam. Hamısı eyni zamanda baş verən hadisələrdir. Qalxanımız idi şeir bir zaman, indi şeir oxdur, özümüz qalxan. Neynir? Fikir qarşılaşdırılır. Bir zaman şeir qalxan idi, amma indi nədir? İndi şeir oxdur, biz də özümüz qalxan olmuşuq. Görək, burada nə var? 2 qrammatik əsasdan ibarətdir. Burada 3 qrammatik əsas görürəm mən. 1, 2, bu da 3. Altından xətt çəkilmiş hissədə qrammatik əsas bir komponentdən ibarətdir. Yox, bir komponent nə olur? Qalxandır, kim özümüz? Mübtəda xəbərdən ibarətdir. Tərəflərin bağlamasında idi hissəcə. Ümumiyyətlə, idi tərəf bağlaya bilməz. Bağlayıcısız tabesi mürəkkəb cümlədir. Və bəli, doğrudur. Bağlayıcı yoxdur. Doğrudur. Hadisələrdən bir digərinin səbəbini yox, qarşılaşdırma əlaqəlidir. Hansı mürəkkəb cümlənin tərkib hissələri arasındakı iş qarşılaşdırılır? Vəzifəsi qəzetxana müdürlüyüdür. Amma deyəsən kişi elə bütün rayonun ağası idi. Elə bu olar. Vəzifəsi kiçik bir şeydir, qəzetxana müdürlüyüdür. Amma
Deməli, rayonun ağası idi, kim kişi. Onun nəyinə lazımdır ki, ümumiyyətlə bu tabes mürəkkəb cümlə deyil. Yenə öz qaydası ilə səhər açılır, axşam vaxtında düşürdü. Burada tərkib hissələr niyə qarşılaşdırılsın ki? Bu səhv fikirdir. Səhər açılır, axşam düşür. Bu zaman əlaqəsi olur. Gün yenicə, daha doğrusu zaman nədir? Ardıcıllıq əlaqəsi olar bu. Gün yenicə qalxmışdı. Bahar səhərinin hərarəti Şehli qəsəbəni qızdırıb buğlandırırdı. Eyni zamanda baş verən hadisələrdir. Gündə yenicə qalxmışdı. Eyni vaxtda bahar səhərinin hərarətli şehi də var. Bu zaman əlaqəsidir. Camaat toy bayram eləyir, evlər tikilir, küçələr asfalt salınır, cərgil ağaclar əkilirdi. Hamısı eyni zamanda baş verən hadisələrdir. Sxeminə uyğun gələn cümləni müəyyənləşdirin. Sxem nədir? 2 dənə qrammatik əsasdan ibarət tabes mürəkkəb cümlədir. İndi başa düşdüm ki, bu tabeli mürəkkəb cümlədir. İş böyük, iş cihaz, məsuliyyət ağırdır. 3 dənə görürəm burada. 1, 2, 3 dənə görürəm. İş böyükdür, işçi azdır, məsuliyyət ağırdır. Ona görə B-ni çıxdım. Söhbət üçün çənə, saqqal üçün həna. Bu olar, C olar. Bu bir cümlə, bu da 2 cümlə. Deyirlər çox yaşayan ilanın, deyirlər ki, tabe mürəkkəb cümlədir. Düzü, bir də amma. Bu tabeli mürəkkəb cümlənin sxemidir. Bu yaxınlarda izahların birinə gəlmişdi ki, düzü amma sxemi nədir? Baxın, elə budur. Düzü cavab yazdım, amma da bilmədim də, aydın oldu ya yox. Bax, düzü amma sxemi budur. İkisini də bir cümlədə görürsənsə, artıq sən buna tabesiz mürəkkəb cümlə deyə bilmərsən. Bu tabeli mürəkkəb cümlədir. Sonra birdən hava işıqlandı, səhər açıldı və Sərvər həmin qara yapıncılı adamın əjdər olduğunu gördü. Əslində burada 3 cümlə var. Bunun burası zamandır. Bu tərəfi də səbəb nəticədir. 3 qrammatik yanlış fikri deyir. 3 qrammatik əsas doğrudur. Tabes mürəkkəb cümlə doğrudur. Bütün hadisələr eyni zamanda baş verir. Bu tərəf yanlışdır. Yəni ikinci tərəf səbəb nəticədir. Birinci tərəfdə zaman əlaqəsi. Bağlayıcı tərəfləri bir-birinə bağlamağa xidmət etmişdi və doğrudur. Bitmiş fikir ifadə cümlədirsə bitmiş fikir ifadə edəcək də. Həm tabeli, həm də tabes mürəkkəb cümlənin tərkib arasında ola bilər. Deməli, vergül işarəsi olur. Bir də qoşa nöqtəni götürür. Bu qoşa nöqtə məqamı düzü mənim özümə də maraqlı məqam oldu. Araşdırmaya çalışdım ki, qoşa nöqtə tabeli mürəkkəb cümlədə hansı məqamda olar. Və öyrəndim ki, Dövlət İmtahan Mərkəzi vasitəsiz nitki tabeli mürəkkəb cümlə hesab eləyir və orada deməli, oradakı vasitəsiz nitkin qoşa nöqtəsini də tabeli mürəkkəb cümlənin qoşa nöqtəsi hesab eləyir. Yəni, o fikrimi bir də deyim. Yəni, Dövlət İmtahan Mərkəzində vasitəsiz nitk tabeli mürəkkəb cümlə sxemidir və qoşa nöqtə də həmin bu tərkib hissələri arasında ola bilər. Söhbətinə uyğundur. Yəni, cavab 1-2-dir. Tabes mürəkkəb cümlədə də onsuz aydınlaşdırmanın tərəfində var. Düzü, bu ağlıma gəlməzdi. Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı. Ancaq o, ilk sətirdəcə səsini və sürətini düzdür, ancaq sxemidir. Sürətini dayandırıb düşüncəyə daldı. Bu, normalda nədir? Tabeli mürəkkəb cümlədir. Deyir ki, hansı sözü çıxarsa, tabesi mürəkkəb cümlə alınar. Heç nə, buradan nəyə çıxara bilərik ki? Ancağı çıxararıq, o yoxdur, düzdür çıxaraq da onda. C-ni çıxaraq. Verilən cümləni onu çıxa bilmərsən. Onu çıxsan, nə dəyişəcək ki? Heç nə dəyişməz. Leylanı çıxsan, yenə heç nə dəyişməz. Burada bu 2 dənəsindən birini çıxmalısan. Ya düzdür, ya ancaq. O da variantda nə var, onu götürürəm. Verilən cümləni necə tamamlasaq tabes mürəkkəb cümlə alınır. Qalaya çıxan Əli kəndə tərəf boylandı. Əli boylandı, əli ah çəkdi. Bu səhvdir. Əli deyəcəkdim. Amma ətraf duman olduğundan heç nə görə bilmədi. Yenə də əli görə bilməyib. Bu da olmaz. İrəlini görməyə boy çatmadı. Bax, əli boy çatmadı deyə bilmirsən də. Deməli, bax, bu tabes mürəkkəb cümlə alınır.
Əli gözəl mənzərə qarşısında donub qaldı. Görürsən, bu sadə cümlədir. Əli kəndi görüb uşaq kimi ağlamağa başladı. Bu da sadə cümlədir. Uyğunluğu müəyyən edin. Tabesi mürəkkəb cümlənin ortasında bir dəqiqə bu qapını bağlayım. Sonra İndi qaldıq bunun əlində. Ay Allah. Nəysə. Hə, düzəldi. Uyğunluğu müəyyən edin. Tabesi mürəkkəb cümlənin ortasında həmişə durğu işarəsi olur. Və bu yanlış fikirdir. Məsələn, və ilə bağlaya bilər də. Hava tutuldu və yağış yağdı. Belə bir şey. Bu səhvdir. Mürəkkəb cümlədə mübtəda olmaya bilər. Bu doğru fikirdir. Məsələn, burada hansındaydı? Nəsə bir nümunə deyək cümlə. Dedim, eşitmədi. Mən dedim, eşitmədi. Dedim, eşitmədi. Mürəkkəb cümlədə mübtəda yoxdur. Tabesi mürəkkəb cümlələr həm bağlacı, həm də bağlacısız qurula bilər. Bəli, doğru fikirdir. Bayaqki nümunədə hava tutuldu, yağış yağdı, hava tutuldu və yağış yağdı. Qurula bilər. Sadə cümlədə iki mübtəda varsa, deməli bu mübtədalar həmcinsdir. Bu əslində doğru olmalı idi. Tabesi bağlacısı olan cümlə mütləq tabesiz mürəkkəb cümlədir. Tabesli bağlacısı elə bağlacısıdır ki, hər yerdə olar. Sadə cümlədə də olar, tabeli mürəkkəb cümlədə də olar. Yəni ki, bunun limiti yoxdur da, hər yerdə görə bilərik onu. Ona görə yanlış fikirdir. Aşağıdakı cümlədə hansı dəyişikliyi etsək, tabesi mürəkkəb cümləyə çevrilər. Aqil kənin aşağısı ilə irəlilədi, biraz sonra qonşusu ilə qarşılaşdı. Hər ikisini edən aqildir. İndi neynəsək ki, bu mürəkkəb cümlə olar. Bura bir o-nu artırarıq. O şəxs əvəzini artırarıq. O işarə əvəzini artıra bilmərik. İkinci ilə sözünü, yəni o işarə əvəzini artırsan, bu mübtəda ola bilmir də. Ona görə B çıxdı. İkinci ilə sözünü onunla sözü ilə əvəz etsək. Deməli, ola bilər. Qonşusu onunla qarşılaşdı. Qarşılaşdı kim? Qonşusu. Kimlə qarşılaşdı? Onunla. Burada artıq qonşusu olur mübtəda bu vəziyyətdə. Ona görə C-ni də götürə bilərəm. Aqil sözünü cümlədən çıxarsaq. Nə olar ki, yenə də sadə cümlə olar. Bu səhv fikirdir. Burada A, C cavab A variantı olar. Əgər cümlə tabesiz mürəkkəb cümlədirsə, həmin cümlə haqda nələri əminliklə demək olar? Tərkibində vergül var, olmaya bilər. Yağış yağdı və hər yer palçıq oldu. Ən azı 2 qrammatik əsas var, bəli. Cümlədə tabesli əlaqəsi var, bəli. Cümlədə ən azı bir mübtəda var, olmaya da bilər. Dedim, eşitmədi. Cümlədə tabelli əlaqəsi var, olmaya da bilər. Dedim, eşitmədi nümunəsində tabelli əlaqəsi yoxdur, yalnız tabesli əlaqəsi var. 2 ilə 3 cavab olar D variantı. Tabelli əlaqəsi odur ki, mübtəda xəbərin arasında olar uzlaşma, yaxud söz birləşmələrinin arasında olar, idarə, yanaşma və s. Uzlaşma özü. Yəni, dedim, eşitmədi nümunəsində nə var ki, orada tabelli əlaqəsi olsun? Bir dənə tabesli əlaqəsi var. Hansı tabesiz mürəkkəb cümlədə hadisələr eyni zamanda baş verir? Əlinə baltanı aldı, ağacı budamağa başladı, sadə cümlədir. Gözüm yorulub. Ya sən sənədləri gətir, ya da mən sizə gələcəyəm. Ya sən gətir. Bu bölüşdürmə əlaqəlidir də. Bu ya da varsa bu heç. Ustalar işləyir, uşaqlar oynayırdılar. Bəli, bu eyni zamanda baş verən hadisədir. Uşaq gözləməyəcək ki, usta birinci işləsin, qutarsın, ondan sonra mən oynayaram. Zəng çaldı, telefona baxdım. Səbəb-nəticə əlaqəsidir bu. Dərdimi danışdım, amma dinləyən olmadı. Bu da qarşılaşdırma əlaqəsidir. Hansı cümlə tabesi mürəkkəb cümlə deyil? Dövlətdə dəvədir, övladda nəvədir. Bu tabesi mürəkkəb cümlədir. Mərd özündən bilər, namərd yoldaşından. Bu da tabesi mürəkkəb cümlədir. Hər ikisinin ayrı-ayrı mübtədası var. Akif işə getmişdi, lakin fikri yenə oğlunun yanındadır. İşə gedən Akifdir, oğlunun yanında olan fikridir. Bu da tabesi mürəkkəb cümlədir. Yarasını bağladı və o bağladı. Kim? O. Burada bir xəyali bir mübtəda var. İkinci tərəfdə də özü iştirak edir mübtədanı. Bu da tabesi mürəkkəb cümlədir. Bütün günü, ümumiyyətlə tabesi mürəkkəb cümlənin birinci tərəfində mübtəda ixtisar oluna bilər. Əsas odur ikinci tərəfində bir mübtədanı görək. Bütün günü yeri qazmağına baxmayaraq, hələ də lazım olanı tapa bilmirdi. Ona görə də darıxırdı. Tapa bilməyən də odur, darıxan da odur. Ona görə eyni götürə bilərəm. Bu tabesi mürəkkəb cümlə deyil. Bu sadə cümlədir.
Müəllim şagirdlərə tərəfləri ümumi şəxsli və müəyyən şəxsli sadə cümlədən təşkil olunmuş tabesi mürəkkəb cümlə qurmağı tapşırır. Aha, hansı doğru olar? Cücəni paizda saysalar da, sa plus da sxemidir bu. Deməli bu nədir? Tabeli mürəkkəb cümlədir. Anı çıxdım. Məni məktəbə çağırdılar. Bu qeyri-müəyyən şəxsli cümlədir. Bu getdi. Bizə lazımdır ümumi şəxsli olsun. Qarlı və şaxtalı gecələrdən biri idi. Bu şəxssiz cümlə idi. Nə yazıram bura? Şəxssiz. Birinci tərəfə mənə lazımdır, ümumi şəxsli olsun. Qonağı qapıdan qovmazlar. Bəli, ümumi şəxslidir. Amma sən əksin etdin, sən əksin etdin. Bu da müəyyən şəxslidir. Cavab olar D. Dostlar gündə tanınar. Tanınar kim dost bu? Müəyyən şəxsli cümlədir. Baxmayaraq ki, bu atalar sözüdür. Mübtədası var. Ona görə də müəyyən şəxs cümlə hesab olunur. Hansı fikir doğrudur? Tərəflərindən biri səbəb, digər nəticə bildirən tabesi mürəkkəb cümlələrdə birinci tərəf nəticəni, ikinci tərəf səbəbi bildirir. Yox, bu əksinədir. Birinci tərəf səbəbdir ki, ikinci tərəf nəticədir. Məsələn, yağış yağdı, hər tərəf palçıq oldu. Birinci tərəf səbəbdir. Yerin palçıq olmasına səbəb nədir? Bu da nəticədir. Neysə, az səhvdir. Tabesi mürəkkəb cümlənin tərəfləri birləşdirmə bağlayıcıları ilə bağlana bilər. Bağlayıcıları ilə bağlana bilər. Birləşdirmə bağlayıcıları vədir, bir də ilədir. İlə bağlaya bilməz, bir dənə və bağlayır. Deməli, bu da səhvdir. Əgər cümlədə aydınlaşdırma bağlayıcısı varsa, bu cümlə tabesi mürəkkəb cümlə ola bilməz. Aydınlaşdırma bağlayıcısı varsa, bu cümlə tabesi mürəkkəb cümlə ola bilməz. Niyə olmasın ki? Aydınlaşdırma bağlayıcıları, yəni, məsələn, ola bilər. C səhvdir. Tərkibində 2 mübtəda və 2 xəbər olan cümləyə tabesiz ya da tabe mürəkkəb cümlə olmalıdır. Niyə? Həmcins ola bilməz ki? Bu da səhvdir. Tabesi mürəkkəb cümlə vergül işarəsi və bağlayıcı olmadan da qurula bilər. Bəli, bu doğrudur. Vergül işarəsi və bağlayıcı olmadan da qurula bilər. Yəni, qoşa nöqtə ilə deyir ki, ağartı almırdılar. Qoşa nöqtə inəyin südü bütün aliyə çatırdı. Hansı tabesi mürəkkəb cümlədə hadisələr ardıcıllıqla baş verir? Birdən kişi geri baxır. Oğrunu görür. Kişi baxır, kişi görür. Lakin hələ alaqaranlıq olduğundan onu dostu bilib, qurşağından dəsmala bağlanmış 100 dinarı çıxarır. Kişi çıxarır. Kişi oğruya verir. Bu nə yaxşı kişiymiş. Deməli, bu sadə cümlədir. Ona görə bunu çıxdıq. Quşlar cəhcəh vurur. Dağlardan kəndlərə ilıq yaz küləyi əsirdi. Bu ardıcıllıq deyil, zaman əlaqəsidir. Ona görə B çıxdı. Meyvə ağaclarının çoxu böyür üstə düşmüş. Meyvələr ətrafa səhpələnmişdi. Bax, bu nəticədir. Bunun səbəbi də budur. Bu səbəb nəticədir. Yalnız indi əli kişi eyvanda göründü. Kiçik addımlarla görünən əli kişidir. Aşağı enməyə başlayan kimdir? Əli kişidir. Deməli, bu sadə cümlədir. Əyninə nimdaş köynək geyinən Fazil ambara indi. Ambardakı baltanı götürüb ağacları yonmağa başladı. Bu tez. Bu tez məşhur sualdır. Deməli, cavab eyni götürüb. Bunu tapmaq üçün gərək sən münəccim olasan. Məsələ nədir? Buradakı ambardakı sözünü mübtəda düşünürlər. Yəni, mübtəda olanda mürəkkəb cümlə alınır və ardıcıllıq olur. Amma çox məntiqsiz, çox məntiqsiz. Yəni, bunu ötürün geçsin. Hansı mürəkkəb cümlələrin tərkibindəki sadə cümlələrin yerini dəyişsə, tərəflərindən biri səbəb, digəri onun nəticəsini bildirən tabesi mürəkkəb cümlə alınır. Tərkibindəki sadə cümlənin yerini dəyişsə. Evdə səs-küy qopdu, körpə yuxudan oyandı. Elə burada özü səbəb nəticədir də. Bizə nə lazımdır ki, bu heç. Qayadan aşağı düşdü, özündən getdi. Özündən gedən də odur. Özündən getdi o. Qayadan aşağı düşdü o. Bu sadə cümlədir. Bu sadədir. Bu ümumiyyətlə bu səhvdir. Evin damı üstü. Gücü külək əsdi. Bax, yerin dəyişsən, gücü külək əsdi. Evin damı üstü. 3-ü götürə bilərsən. Kim işə gedir, kim işdən qayıdır. Bu eyni zamanda olan şeydir. Qapı döyüldü. Səbəb. Ramazan qapıya yaxınlaşdı. Bu da nəticə. C olar burada. Bir dəqiqə. Sonra 22. Deyir ki, uyğunluğu müəyyən edin. Sadə cümlədir. Yazqabağı gördülər ki,
Çınar oyama. Bu tabe mürəkkəb cümlədir. İçini çıxmalıyam. Bu uyğunluq necə oldu axı? 2 olmadı. İçini niyə çıxıram mən? Mən çox pis yorulmuşam. Günün sonudur. 21-24'dür. Ona görə beynim error verir. Bir dəqiqə. Deməli, niyə çıxıram? 1'i çıxıram. Çıxa bilsəm çıxacağam. 1'i çıxdım. Koroğlu atı mindi, Çənli belə tərəf çapmağa başladı. Bəli, sadə cümlədir. Uşaq həyəcanlandı, nitqi qurudu. Həyəcanlanan uşaqdır, quruyan nitqidir. Bu mürəkkəb cümlədir. Sadə deyil bu. Bunu da çıxaq. Mürəkkəb cümlədir. Siz dünyaca məşhur sənətkar ola bilərsiniz. Hər kəsin nifrət etdiyi cani da ola bilərsiniz. Hamısı sizdir. Bu mürəkkəb cümlə deyil. Qarşıdan gələn atlıları görürdü. Amma yerində donub qaldığından hərəkət edə bilmirdi. Görən də odur, yerində donub qalan da odur. Bu da sadə cümlədir. Burada cavabımız olar A variantı. Hansı tabesi mürəkkəb cümlənin tərəfləri biri digərini qarşılaşdırır? Qaçaqlardan yalnız birini, yəni qaçaq kələmi zərərsizləşdirə bildilər. Bu sadə cümlədir, bu heç. Bu olar. Hər şey aydın idi. Bu olar. Əyninə qalın paltar. Çünki varsa bu tabeli mürəkkəb cümlədir. Bütün qaliblər, Arif, Orxan, Sənubər. Bu nədir? Bu həmcins ümləşdirici sözdür. Həmcins üzvlərdən əvvəl gəldiyinə görə qoşa nöqtə qoyulub, cümlə özü nədir? Sadə cümlədir. Məlum oldu ki, bu da tabeli mürəkkəb cümlədir. Tabesi mürəkkəb cümləni müəyyən edin. Oxuduqlarım 3 gün sonra yadımdan çıxırdı. Bu hamımızın dərdidir deyəsən. Çünki bu tabeli mürəkkəb cümlədir. Mənə baxanda büdrədi, yıxıldı. O büdrüyüb, o yıxılıb. Sadə cümlədir. Bu kitab sənin üçün deyil, onun üçün gətirilib. Bax, burada deyil həmcins xəbər. Niyə? Sənin üçün gətirilməyib. Onun üçün. Bu xəbəri inkarda gətirib burada işlədə bilirsənsə, bu artıq sadə cümlədir. Xəbərlərin də həmcinsdir. Uşaqlar atılıb düşdülər, onu yuxudan oyatdılar. Hər ikisini eləyən uşaqlardır, sadə cümlədir. Gecələr nə gözəldir. Gözəl olan nədir? Gecə. İnsan gözünü yummaq istəməyən kimdir? İnsan. Tabes mürəkkəb cümlədir. Uyğunluğu müəyyən edək. Yalnız 2 qrammatik əsası olan tabesi mürəkkəb cümlədə tabellik bağlayıcısı ola bilməz. Əlbəttə ki, tabellik bağlayıcısı ola bilməz. Bu doğru. Əgər tabellik bağlayıcısı varsa, həmin cümlə olacaqdı nə? Tabeli mürəkkəb cümlə. Yəni bağlayıcısı bəzən həmcins üzvləri bağlasa da, bu səhv fikirdir ümumiyyətlə. Yəni bağlayıcısı, yəni məsələn, həmcins üzvləri bağlaya bilmir. 2'ni çıxaq. Hadisələrin növbə ilə bir-birini əvəz etdiyi tabesi mürəkkəb cümlədə mütləq bağlayıcı olur. Bəli. Növbə ilə deyirsə bu ya da məsələsində bölüşdürmə əlaqəli tabesi mürəkkəb cümlədir və onlar da mütləq bağlayıcı ilə işlənir. Deməli bu fikir düzdür, amma 3 yanlışın altından verildiyinə görə bunu götürə bilmirəm mən. Cavabım olur E variantı. Hadisələrin ardıcıl baş verdiyi tabesi mürəkkəb cümlənin tərəflərinin yeni dəyişəndə cümləyə xələl gəlmir. Yox, ardıcıllıqda bu zamana aid fikirdir. Zamanda belədir ki, yerini dəyişirsənsə cümləyə xələl gəlmir. Məsələn, maşınlar şütüyür, insanlar evə tələsirdilər. Dəyiş, insanlar evə tələsir, maşınlar şütüyür. Amma belə qapı döyüldü, Ramazan qapıya yaxınlaşdı. Ramazan qapıya yaxınlaşdı, qapı döyüldü. Burada bir pozulma olur. Heç o deyəsən ardıcıl deyildi. Nəsə. Başqa bir nümunə deyəyirəm. Məsələn, xəmir yoğurdular, çörək bişirdilər. Yox. Onlar xəmir yoğurdu, onlar çörək bişirdi. Birinci gərək xəmiri yoğuraq ki, sonra çörək bişirir. Nəsə. Uyğunlaşdırın. Hadisələrin eyni zamanda baş verdiyi tabesi mürəkkəb cümlədir. Bir neçə evin qapısını döydüm, otaq kirayə verən olmadı. Bu qarşılaşdırma əlaqəsidir. Bugün səhər çaya su gətirməyə getmişdim. Nina da evin böyründəki talada qonşu qızla oynayırdı. Bu zamanda da burada qarşılaşdırma nə var idi ki?
Şakir eyvanın altındakı zirzəmiyə indi. Əlində balta qayıdıb. Bu sadə cümlədir. C var, hardasa? Hə, C burada. Bu sadə cümlə. Gücü yağış yağdı, fəqət gülün zərif ləçəkləri tökülmədi. Bu qarşılaşdırmadır. Rasim evin ikinci mərtəbəsində qalır. Mən isə, bu da qarşılaşdırmadır. Cavabımız olar A variantı. Nümunələri müqayisə edərək uyğun fikirlər. Günəş çıxdı, üfüqün rəngi qırmızıya boyandı. Günəş çıxdı, bu tabesizdir, tabesiz. Üfüqün rəngini qırmızıya çıxan günəş, boyayan günəş, bu sadə cümlədir. Ortaq cəhət bir ola bilməz. Tərkibində tabesli əlaqəsi işləmişdir, bəli. Burada xəbərlər həmcinsdir, tabesizlik var. Burada da tabesli mürəkkəb cümlənin tərəfləri arasındadır. Həmcins xəbərli sadə cümlədir, 3-ü götürərəm. Tərkibindəki hadisələr ardıcıl baş verir, yox. Ümumiyyətlə zaman əlaqəlidir. Bu zaman əlaqəlidir, bu da ki sadə cümlədir də. Üfüqün rəngi qırmızıya boyandı. Səbəb deyil, səbəb zamanlıdır. Cavabımız nədir burada? Aşağı yuxarı verməkdən yoruldum. 2 ilə 3. 2 ilə 3. Sonra tabes mürəkkəb cümləni seçin. Cütçü saftum səbsə. Əgər də var imiş. Tabeli mürəkkəb cümlədir bu. Tabeli. Mən bilirəm. Yəni şərt şəkli. Sonra tabelilik bağlayıcıları. Bunlar hamısı tabeli mürəkkəb cümlənin vasitələri. Mən bilirəm ki, tabeli mürəkkəb cümlədir. Çıxış nə qədər gözəl olsa da, sa plus da tabeli mürəkkəb cümlədir. Tilsimə düşmə. Sən gərək öz ağlınla hərəkət edəsən. De olar. Bülbül səhər-səhər qonaq budağa, günəşin eşqinə bir dastan qoşaq. Bunun hamısını kim eləyəcək? Biz eləyəcəyik. Ona görə bu nədir? Sadə cümlədir bu. Hansı tabesi mürəkkəb cümlədə 2 işdən biri mümkündür? Ya şair yazıcı olacağım, bu sadə cümlədir. Nənəm və anam gah yemək pişirir, gah da söhbət edir. Bu hər ikisini eləyirlər bu. Ona görə 2 işdən biri mümkündür. Yox, elə ikisi də mümkün olur bu vəziyyətdə. O ya bu əzablara dözməli, ya da mən ona açıb hər şey deməlidim. Burada 2 işdən biri mümkündür. Gah da hər ikisi. Gah hava buludlu olur, gah da günəşli. Yox, bu sadə cümlədir ümumiyyətlə. Günəşli olan da havadır, buludlu olan da havadır, bu sadə cümlədir. Həm gülləri əkərsən, həm də mən sənə kömək edərəm. Bu da deməli 2 işdən biri mümkün deyil, hər ikisi mümkündür. Tərəflərdən biri səbəb, digəri nəticə bildirən tabes mürəkkəb cümləni müəyyən edir. Səbəb nəticə əlaqəsi. Adını eşitsək, başını qaldırıb mənə baxdı. Zəmbil əlindən yerə düşdü. Bu olar. Sərnişinlər vaqonlara zəmbilin əlindən yerə düşməyinə səbəb budur. Sərnişinlər üfüqlərə qalxıb öz yerlərini tutdular. Onları ötürənlər biraz dayanıb çıxıb getdilər. Ardıcıllıqdır bu. Ardıcıllıq. Gecə yağış yağmış, orada burada görməçələr əmələ gətirmişdi. Bu da səbəbdir. Əlişir qapını açdı, qapı döyüldü. Bu nə cümlə? Əlişir qapını. Bu belə olmalıydı da. Qapı döyüldü, Əlişir qapını açdı. Bu aləmi qatıb bir-birinə vəbşə. Zaminin xəstəliyi hər kəsə həyəcanlandırırdı, amma bu qarşılaşdırma əlaqəlidir. Niyə 2 dənəsi? Heç birisinin çıxmaq olmur. Bu da səbəbdir, bu da səbəbdir. Ereymin möhtəşəm testlərindəndir. Cümləni necə tamamlasaq alınan tabesi mürəkkəb cümlədə hadisələr ardıcıl baş verir. Məktəbə yoxlama gəldi. Hamını həyəcan bürüdü. Həqiqətən də belə olur. Amma ardıcıllıq deyil də, bu səbəbdir. Səbəb hamını həyəcan bürüməyin səbəbi yoxlamağının gəlməsidir. Amma direktor onları içəri qoymadı. Bu qarşılaşdırmadır, amma belə şey heç vaxt mümkün olmur. Hər şeyi bir-bir araşdırdı. Bəli, bu yoxlama da gələn də yoxlamadır, araşdıran da yoxlamadır. Bu nədir? Sadə cümlə oldu bu artıq. Ona görə bunu götürmürəm. Direktor onları gülərizlə qarşılayıb otağa dəvət etdi. Bəli, doğru cavabımız budur. Hər iki mənada doğru cavabımız budur. Həm qrammatik mənada, həm də məna əlaqəsində. Bütün məktəb təşvişə düşdü, bəli. Amma bu səbəbdir. Səbəb nəticə əlaqəsidir. Hansı tabes mürəkkəb cümlənin tərəflərindən biri şəxssiz cümlədir?
tərəflərindən biri şəxsi cümlə olsun. Demək, çünkünü gördüm birinci cümləni oxumayacağım. Bu olacaq nə? Tabeli mürəkkəb cümlə. Bu yaxınlarda görülüb. Gərək tədbir görək. Burada o görülüb. Biz tədbir görək. Görürsünüz, mübtəda yoxdursa da mən bunu bərpa eləyə bilirəm. Bərpa eləyə bilirəmsə artıq ona şəxsi cümlə deyə bilmərəm. Pilləkənləri düşəndə donub qaldı. Atası universitetdə idi. O donub qaldı. Universitetdə idi atası. Mübtədalarım var da. Deməli bu müəyyən şəxsi cümlədir. Mənim ondan xoşum gəlmədi. Bu şəxsizdir. Gedək buradan, biz gedək. Cavabımız olar əslində D variantı. Bizim tərəfdə xeyli insan var idi. Mütləq qalib gələcək. İnsan var mübtəda. Mütləq qalib gələcəkdir. Kim? Biz. Bunun hər ikisi müəyyən şəxsli cümlədir. Bir fikrin digəri ilə qarşılaşdırdığı tabes mürəkkəb cümlə. Açarı istədim, verdi, qarşılaşdırmır. Verməsəydi olardı. O həyətə düşmək istədi, anası icazə verdi, qarşılaşdırmır. Mən çox dedim, uşaq qulaq asmadı. Bəli. Arif güləriz insandır, amma yaman deyingəndir. Bu sadə cümlədir. Yəni hər ikisi Arifə aiddir. O kitab oxudu, sənubər dinlədi, eyni zamanda baş verən hadisələrdir. Hansı tabes mürəkkəb cümlədəki bağlayıcı vasitə fərqlidir? Nə kəndə gələn oldu, nə də biz harasa getdik, nə də bağlayıcı ilə bağlanıb. Gah ağaclar yarpağını tökür, gah da gücü külək qalxılırdı. Boğazım qıcıqlanıb. Bu da bağlayıcıdır. Gecəni sahibin evində keçirdik və bu da bağlayıcıdır. Onun halı ağırlaşdı. Yəni başı gicəllənirdi. Bu da düzdür, bağlayıcıdır. Dağ dumanlıdır, hərəkət etməkdə. Bu intonasiyadır. İntonasiya ilə bağlanıb fərqli olan da odur. Tabesi mürəkkəb cümlələri ilə bağlı uyğunluq. Hadisələr ardıcıl baş verir. Salonun qapısı açılır. İnsanlar yavaş-yavaş öz yerlərinə əyləşirlər. Bir olar. Baxın, bayaq nümunə tapa bilmirdik. Bunların yerini dəyişmək olmur. İnsanlar yavaş-yavaş öz yerinə əyləşir. Salonun qapısı açılır. Hələ birinci qapı açılsın, insan gəlsin ki, sonra da yerinə əyləşsin. Bir olar. Gücü yağış yağdı, birazdan gün çıxdı. Bəli, 2 olar. Birinci yağış yağır, sonra gün çıxdı. Qalib həyəcanla danışır. Əli də əlini başında gəzdirərək onu dinləyirdi. Bu eyni zamanda baş verir. Yəni Qalib danışıb qutarandan sonra əli onu dinləməyə başlamır. Bu səhvdir. İkini də götürmüşəmsə bu da səhvdir. Tərəflərdən biri hadisənin səbəbi, digər nəticə. Birdən işıq söndü, film yarıda qaldı. Filmin yarıda qalmasının səbəbi nədir? İşığın sönməsi. Qulağına qışqırtı səsi gəldi, dik atıl. Dik atılmağına səbəb nədir? Qulağına qışqırtı gəlməsi. Küçənin tininə getdi, Əşrəf dayı onu görüb səslədi. Burada nə var? Burada ardıcıllıq var. Ardıcıllıq var. Cavabım olar D variantı. Klasteri hansı cümlələr tamamlaya bilər? Tabes mürəkkəb cümlədir. Cümlə üzvləri arasında uzlaşma əlaqəsi. Cümlə üzvləri arasında uzlaşma əlaqəsi o deməkdir ki, cümlədə mübtəda var, xəbər var. Cümlə üzvləri arasında uzlaşma mübtəda ilə xəbərin arasında olur. Bizə gələrsən, bax sən olmalıdır. Deməli biri çıxdın, mübtəda yoxdur. Bölüşərik, biz, yoxdur mübtəda. Deməli cümlə üzvləri arasında uzlaşma da yoxdur, mübtəda yoxdursa. İnsan öz ömrünü var dövlət toplamağa deyil, bilik mənimsəməyə sərf etməlidir. Amma ikini götürə bilmirəm. Niyə? Niyə? Çünki bu sadə cümlədir. Sadə cümlədir. İnsan toplamağa deyil, sərf etməlidir. İnsan sərf etməlidir. 2 sadə cümlədir. Biri də çıxmışdım. Sərvət qorunur. Əql isə insanı qoruyur. 3 olar. Qorunur nə sərvət, qoruyur nə əql, ağıl. Gəl nümunələri toplayaq. Biz eləyəcəyik bunu. O da mübtəda yoxdur. 4-ü çıxacam. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i peymanımızdır. Canımızdır, ruhumuzdur, eşqimizdir. Nə dil? Burada da dil. Deməli 3 ilə 5 cavab ola bilər. Boş xanalardan yalnız birinə yazılacaq cümlə hansıdır? Tərkibində bağlayıcı olan tabes mürəkkəb cümlədir. Ya aldığım əşyaları qaytarın, ya da şikayət edəcəyəm. Bağlayıcı var, həm də tabes mürəkkəb cümlədir. A-nı bura yazaram. Bağlayıcı tabes mürəkkəb cümlənin tərəflərini bağlayıb, bəli.
A-nı burada yazacağım. Çünki ya da bölüşdürmə əlaqəsidir və bu tabes mürəkkəb cümlənin tərəflərinə bağlayıb. Nə sən özünü öyürsən, nə də mən özümü tərifləyirəm. Nə də bağlayıb da həm bura, həm də bura. Qonaqlar otağa gəldilər və hamı onları xoş üzlə qarşıladı. Həm bura, həm bura. Nurlan da, Əli də dağdakı cığır yolla irəliləyirdilər. Bax, bağlanan vasitə intonasiyadır. Biz onların arxasınca gedirik. Deməli, bura yaza bilmərəm, amma bura yazaram, de düzdür. Orxan torbanı doldurub oturdu. Fəqət, deyib bax, bu həm tabesizdir, həm də bağlayıcı ilə bağlanıb. Ona görə cavab dedi. Qarşısında rəqəm qoyulmuş hansı hissələri birləşdirməklə tabes mürəkkəb cümlə yaratmaq olar? Qalib qapını açdı. 1-6. Sənubərin otaqda olduğunu gördü. Açan da qalibdir, Sənubəri görən də qalibdir. Bu sadə cümlə oldu. Ona görə bundan bunu çıxaq. Sonra 2-6. İndi xalq öz sözünü deyəcək. Sənubərin otaqda olduğunu. Bu cümlədə məna əlaqəsi itir. Yəni xalqın söz deməklə Sənubərin heç bir deməli əlaqəsi, heç bir dəxli yoxdur. Bu səhvdir. Sonra 3-5. Ömər fikirlərini bizlə bölüşdü. Biz də onu saatlarla dinlədik. Bu olar. 1-5. 1-5. Qalib qapını açdı. Biz də onu saatlarla dinlədik. Burada da məna əlaqəsi pozulubdur. Cavab olar E variantı. Altından xətt çəkilən sözü hansı sözlə əvəzləsə tabes mürəkkəb cümlələr. Bax, indiki halda sasə. Şərt şəklidir. Şərt şəkli də tabe mürəkkəb cümlənin yaradıcısıdır. Bizə deyir ki, indi bunu nə ilə əvəzləyək ki, tabes mürəkkəb cümlə alınsın. İndi bizə gəlsə sabah uşaqlarla geyrə qaydar. O gəlsin, o sabah uşaqlarla geyrə qaydar. Bax, gəlsini artıra bilməzsən. O gəlsin, o geyrə qaydar sadə cümlə olar. O gələr, o qaydar, bu da sadə cümlə olar. O gələcək, o qaydar, bu da sadə cümlədir. Çağırsan bu onsuz şərt şəklidir, bu tabelidir yenə də. İndi bizə göndərin, siz göndərin. O da sabah qaydar. B-ni yaza bilərəm. Ayrı-ayrı mübtədalar olacaq elə o vəziyyətdə. Hansı tabes mürəkkəb cümlədə hasələr eyni zamanda olur? Qıza qarşı xoş davranır, hər gün ən əziz yeməkləri bişirir, o davranır, o bişirir. O da onun yeməyinə bir damcı zəhər qatır və bu sadə cümlədir. Bir gün bütün cəsarətini toplayıb onun pəncərəsinin qarşısına qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı. Bu sadə cümlədir. Ağacı batan oğlana uzadır, oğlan təhlükəsiz yerə çıxır. Deməli, bu qarşılaşdırma nədir? Ardıcıl əlaqəsidir. Deməli, ağacı uzadır, oğlan da çıxır, ardıcıllıqdır. Hamı susmuşdu, Arif gözəl səslə oxuyurdu. Bu, eyni zamanda baş verən hadisələrdir, de olar. Mən sizin oğlunuzu özümlə Londona aparacağam. Onun təhsil haqqını ödəyəcəyəm. Görürsünüz, nə yaxşı adamdır. Və bu nədir? Sadə cümlədir. Çünki eləyən hər ikisi mənəm. Hansı tabes mürəkkəb cümlədə tərəflərdən biri digərini aydınlaşdırır? Bu, məlum oldu ki, tabeli mürəkkəb cümlədir. Çünki tabellik bağlayıcısıdır. Qardaşımı, yəni Sultanı Amerikaya dəvət. Bu nədir? Əlavə. Heç nə, əlavədir. Cümlə nədir? Sadə cümlə. Hər şey aydın oldu. Mən qapıda dayanacaqdım. O içəri girəcəkdim. Aydınlaşdırır. Tabes mürəkkəb cümlədir. Orxan, yəni hər otaqda qızdırıcı var. Orxan, yəni hər otaqda qızdırıcı var. Bu ədatdır, cümlə də sadə cümlədir. Atın üstündə gücü oturdu və özünü ata sıxdı. Hər ikisini eləyən o da, bu da sadə cümlə. Tabes mürəkkəb cümlənin tərəflərinin şəxsə görə növünün düzgün göstərildiyi variant. Qeyri-müəyyən şəxsi cümlənin sxemi nədir? Mübtəda olmur, xəbər də üçüncü şəxsdə olur. Onlar qonaqları süfrəyə dəvət etdilər. Səhvdir. Nədir? Müəyyən şəxsdir. Niyə mübtəda var? Müəyyən qonaqlar da stol arxasında əyləşdilər. Bu hissə düzdür. Deyəsən bura gələcəklər. Bu hissə düzdür. Onları gücsüz hesab etmək olmaz. Bu şəxsiz cümlədir.
Bura mübtəda yoxdur, artırmaq da mümkün deyil. Uşaqları gətirdilər, qeyri-müəyyən şəxs. Əlinin bundan xoşu gəlmədi, şəxsi cümlədir. İndi gənclər çıxış edəcək. Kim çıxış edəcək? Gənclər. Qeyri-müəyyən deyil bu, müəyyən şəxslidir. Mən də orada olacağım, bu müəyyən şəxslidir. Yaman döyüşürdülər. Qeyri-müəyyən şəxslidir, mübtəda yoxdur, xəbər üçüncü şəxsdir. Məğlub ola bilərdik, mübtəda yoxdur, amma bərpa eləyə bilirəm. Deməli, müəyyən şəxslidir. Bir fikrin digəri ilə qarşılaşdığı tabesi mürəkkəb cümlə. Hərçənd tabeli mürəkkəb cümlədir. Çünki nədir? Tabelik bağlayıcısıdır. Su gəlmirdi. Binanın sakinləri əsəbidirlər. Bu nədir? Səbəb-nəticə əlaqəsi. Çox yorulmuşdu. Fəqət istirahət etmək mümkün deyildi. C-ni götürə bilərəm. Sənə çox əsəbləşmişdim, amma səsimi çıxarmadım. Bunun ikisini də eləyən mənəm. Deməli, bu sadə cümlədir. Nə o özünü yaxşı tanıtdı, nə də mən onu tanımağa sevindim. Bu zaman əlaqəsidir. Uyğunsuzluq ya teatra, ya da zooparka getməlidir. Amma planlarımız pozuldu. İki işdən birinin mümkünlüyü ifadə olunub. Elə 40-da olar uyğunsuzluq A variantında. Niyə? Çünki getməli idik. Amma planlarımız pozuldu. Burada nə var? Qarşılaşdırma əlaqəli. Bəs bu ya da nəyi bağlayıb? Həmcins üzvləri. Haraya getməli idi? Teatra, zooparka. Bu səhvdir. Qarşılaşdırma əlaqəli, tabesiz mürəkkəb cümlədir. Zəngin səsi kəsildi. Bütün siniflərdə dərs başlandı. Ardıcıldı. Dolu yağdı, əkinə ziyan dəydi. Səbəb nəticədir. Əkinə ziyan dəymə səbəbi nədir? Dolunun yağması. Qış gəlmişdi. Havalar hələ istidir. Qarşılaşdırır. Gah onu üşütmək tutur, gah da hər an növbələşir. Pandemiya xalqın kasıblaşmasına səbəb olmuş. Dövlət nəticədə bəzi tədbirlər görməyə başlamışdı. Dövlətin tədbirlər görməsinə səbəb nə idi? Xalqın kasıblaşması da pandemiya xalqın kasıblaşmasına səbəb olmuşdu. Burada səbəb nəticə var. Biri səbəb bildirir, digəri də onun nəticəsidir. Burada başqa bir şey yoxdur. A variantıdır. Müəllim şagirdə deyir ki, iki fərqli cümlənin hər biri tabesiz mürəkkəb cümlədir. Bu cümlələr üçün hansı ortaq fikirlər söyləyə bilərsən? Cümlədə vergül işarəsi var, ortaq ola bilməz. Olar ki, və ilə bağlansın. Məsələn, dolu yağdı və əkinə ziyan dəydi. Bu cümlə. Cümlədə tabesli əlaqəsi var. Bəli, mütləq şəkildə olmalıdır. Tabesli əlaqəsi 2 düzdür. Cümlədə güzəşt bağlayıcı yoxdur. Bəli, güzəşt bağlayıcı hərçənd ki, onlar tabelilik bağlayıcılarıdır. Onlar işlənən cümlədə tabeli mürəkkəb cümlə olur. Ona görə 3-ü deyə bilərsən. 4-ü də deyə bilərsən. Bu da aydınlaşdırma bağlayıcısı, tabellik bağlayıcısıdır. Cümlədə tabelli əlaqəsi var. Bunu əminliklə deyə bilmərsən. Ola da bilər, olmaya da bilər. 2, 3, 4 cavab olar B variantı. Bu necə olar? Məsələn, yağdı, sonra ziyan vurdu. Belə olsaydı, məsələn, burada tabelli əlaqəsi yoxdur. Əgər tabesiz mürəkkəb cümlədə yox, bu sadə cümlə oldu. Dedim, eşitmədi. Ən yaxşısı budur. Dedim, eşitmədi. Can qutaran cümlə. Mən dedim, o eşitmədi. Tabes mürəkkəb cümlədir, amma tabelli əlaqəsi yoxdur. Çünki heç nə yoxdur da burada. Əlavə söz yoxdur ki, tabelli əlaqəsində olsun. Əgər tabes mürəkkəb cümlədə tərkib hissələrindən biri hadisənin səbəbini, digər onun nəticəsini bildirirsə, həmin cümlə haqqında nəyə əminliklə demək olar? Cümlədə ən azı 2 mübtəda var. Olmaya da bilər. Vergül işarəsi var. Yox, vergül işarəsi olmaya bilər. Məsələn, dolu yağdı və əkinə ziyan vurdu. Bir dəqiqə. Və əkinə ziyan dəydi. Dolu yağdı və əkinə ziyan dəydi. Cümləni belə quraq. Burada deməli, vergül işarəsi yoxdur, amma tabes mürəkkəb cümlə. Hadisə eyni zamanda baş verir. Yox, səbəb nəticədirsə hadisə niyə eyni zamanda olsun ki?
Cümlənin ikinci tərəfinə nəticədə sözünü artıra bilərik, bəli. Və nəticədə əkinə ziyan dəydi ola bilər. Cümlədə səbəb zərfliyi olmaya bilərdi. Əkinə ziyan dəydi də səbəb zərfliyi yoxdur məsələn. Belə. Necə tabesiz mürəkkəb cümlədə fikirlər qarşılaşdırılır. Hər kəs əlində çanta ilə məktəbə gəlmişdi. Təkcə mən əli boş idim, bu olar. Cəmaət orada öz haqqını tələb edir. Fəqət bundan istifadə edib xalqın malını oğurlarlar. İkinci tərəfdə mübtəda var, birinci tərəfdə də mübtəda var. Burada qarşılaşdırılır özdə. Cəmaət öz haqqını tələb edir, bunlar da oğurlayır. 1-2 olar. Düzü, amma düz, amma sıxəmidir. Ona görə 3-ü çıxaq. Bu tabeli mürəkkəb cümlədir. Mən kətdə yaşayıram, amma dostlarım şəhərdə olurlar. Güləndam çox danışırdı, amma bu dəfə sustu. Bu sadə cümlədir. Niyə? Çünki hər ikisini eləyən Güləndam daxı. Burada cavabımız olar C variantı. Uyğunluğu müəyyən edək. Əgər tabesi mürəkkəb cümlədə iş və ya hadisələr növbələşirsə, ya da 2 və ya daha artıq işdən birinin mümkünlüyü ifadə olunursa, deməli bu cümlə mütləq bağlacı və bəli. Bu doğru fikirdir. Yəni bölüşdürmə əlaqəli tabesi mürəkkəb cümlədir və onlar da bağlacısız işlənmir. Fikirlərin qarşılaşdırdığı tabesi mürəkkəb cümlələrdə ya qarşılaşdırma bağlacısı olur, ya da onu asanlıqla bərpa etmək olur. Doğru fikirdir. Ya olur, məsələn, mən kənddə yaşayıram, dostlarım şəhərdə. Burada qarşılaşdırma yoxdur. Qarşılaşdırma bağlacısı yoxdur. Amma bərpa eləyə bilirik də asanlıqla. Ona görə B doğrudur. Əgər tabesiz mürəkkəb cümlədə tərəflərdən biri digərini aydınlaşdırırsa, bu cümlədə ya qoşa nöqtə, ya da vergül olduğunu əminliklə demək olar. Bunu yanlış götürərəm mən C-ni. Niyə? Görək elə variant var. C-ni yanlış götürərəm. Niyə yanlış götürərəm? Bu işarət, nöqtəli vergül də əslində qoyula bilər orada. Nöqtəli vergül, qoşa nöqtə, bir də yəni bağlayıcısından istifadə olunur. Nöqtəli vergül nə vaxt olur? İkinci tərəfində sadalanma, həmcizlik varsa, qoşa nöqtə o zaman olur ki, ikinci tərəfdə vergül yoxdursa, yəni bağlayıcısı da ki, bu ikisi yoxdursa, yənidən istifadə olunur. Bu neçədir? 49-dur. 49-a nə verib? C-ni düz götürüb. C-ni düz götürüb, amma mən yanlış götürərəm. Nə-nədə bağlayıcıları hadisələrin eyni zamanda baş verdiyi tabesi mürəkkəb cümlədə bağlayıcı vasitə ola bilməz. Bu yanlış fikirdir. Niyə nə-nədə? Nə o dedi, nə də mən eşitdim belə bir şey. Tabesi mürəkkəb cümlədə işlənən vergül işarəsini istənilən halda və bağlayıcısı ilə əvəz etmək olur. Bu yanlış fikirdir. Məsələn, xitabın vergülüdür tutalım. Xitabda vergül qoyulub. Onun və ilə necə əvəz eləyəcəksən ki, bu yanlış fikirdir. A verib, amma mən C ilə razı deyiləm. Mən bura daha çox E götürərəm. Hansı cümlə tabesi mürəkkəb cümlə deyil? Hansı cümlə tabesi mürəkkəb cümlə deyil? Bir neçə günə müharibə bitər, hamı öz eşinə qayıdar. Bu tabesi mürəkkəb cümlədir. Sonuncu dəfə sentyabrın 5-i qəzetə baxmışdım. Orada mənim haqda nəsə yazılmamışdı. Bu da mürəkkəb cümlədir, tabesidir. Otağın qapısını ört. Çünki tabeli mürəkkəb cümlədir bu. Digərlərinə baxmıram. Bir dəqiqə qapı döyülür. Cümlələr haqqında verilən fikirlərdən yanlış olanları seçin. Onun üçün 2 kitab aldım. Amma heç birini oxumaq istəmədi. Bu nədir? Qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Heç kimə ürəyini açacaq. Heç kimə ürəyimi açacağımı da bilmirəm. Ürəyimi açacağımı da bilmirəm. O isə mənə dəstək olmaq istəyir. Bu da qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Bizə nə lazımdır? Yanlış fikir. Fikirlərin qarşılaşdığı doğrudur. Mürəkkəb əvəzi ilə başlayan tabesi mürəkkəb cümlə 2 bağlacı var. Bu elə səhv fikirdir. Burada heç birisi mürəkkəb əvəzi ilə başlamır. Bu heç ədatdır. 2 cümlədə bağlayıcı var. Bağlayıcı vasitədir. Amma isə, bəli, doğrudur. Birinci cümlədə mürəkkəb əvəzlik var. Heç birini, bəli, doğrudur. Cümlələrin heç birində məsdər tərkibi yoxdur.
Bəli, bu da doğru. Niyə? Maq plus istəmə sxemi tərkib yaratmır. Burada baxın, oxumaq istədi, dəstək olmaq istəyir. Burada heç bir tərkib yaratmır. Hansı cümlədəki məna əlaqəsi düzgün göstərilsə də, bağlayıcı vasitə yanlış göstərilmişdir. Məna əlaqəsi deyir düz olsun, amma bu səhv olsun. Qadir kəndiri açıb atı buraxdı, at yerindən tərpənmədi, qarşılaşdırmadı, amma artıra bilirəm. Yalnız intonasiyadır, bəli, bu doğrudur. Hər ikisi doğrudur. Bu vaxt kimsə bərkdən qışqırdı və uşaq yuxudan oyandı. Səbəb nəticədir və bağlayıcısı da var. Ömər kişi yatağa uzandı, sonra nəvəsi onu səslədi. Ardıcıldır. Ya intonasiya var. Heç nə yoxdur da, yalnız intonasiyadır. Ya ölkəni tərk edəcəyəm, ya da mənə düzgün maaş verirsən. Bölüşdürmədir. Bağlayıcı ilə bağlanıb ya da doğrudur. Rahab pəncərədən boylandı. Sultan isə qarşılaşdırmadı. İntonasiya deyir. İsiyə baxın, gizlənib burada. Bu da bağlayıcı ilə bağlanıbdır. Cavabımız olar E variantı. Şərtlərə uyğun olan tabes mürəkkəb cümləni seçin. Hadisələr eyni zamanda baş verir. Bağlayıcı vasitə kimi çıxış edir. Cümlədə iki mübtəda var. Dekabr ayı yaxınlaşırdı. Qarşıda keçirməsi vacib olan. Burada bağlayıcı yoxdur. Ona görə A-nı çıxdım. Bu qala hökmdar Cavanşir tərəfindən tikdirildiyi üçün onun adını daşır. Burada da bağlayıcı yoxdur. Ona görə çıxdım. Dolandı zəmanə döndü qərinə. Şairlər ot tökdü yenə dirindən. Bağlayıcı yoxdur. İnsanlar işə tələsir və maşınlar sürətlə hərəkət edirdilər. Eyni zamanda baş verir. Bağlayıcı vasitə bağlayıcıdır. İki mübtəda var. İnsanlar işə tələsir, maşınlar hərəkət edirlər. Özünü qayadan atdı, amma heç yaralanmadı. Bu sadə cümlədir. Hər ikisi odur. Hansı tabes mürəkkəb cümlədən fərqləndirilən hissəni çıxarsaq sadə cümləyə çevrilər? Mən çox qorxdum, amma yolu keçdim. Doğrudur, amma sxemidir. Bu normalda nədir? Tabehli mürəkkəb cümlədir. Tabes mürəkkəb cümlədən deyirik. Nəysə, ona görə A-nı çıxacağıq. A tabeli mürəkkəb cümlədir. Bizə lazımdır ki, cümlə özü tabesiz olsun. Hərçənddə də çıxıram elə. Bu da tabeli mürəkkəb cümlədir çünki. Arif qırdığı budaqları bir yerə topladı və o ağır-ağır evə doğru getməyə başladı. O olmasaydı, bu cümlə olardı sadə cümlə. Birinci halda o var deyə tabesiz mürəkkəb cümlədir. Aləmi qatdım ümrə. Tabes mürəkkəb cümlədir. Amma onu çıxsan olar sadə cümlə. Cavabın olar B variantı. Nə sən gələcəksən, nə də mən. İndi çıx bunu, nə olar? Heç nə. Yenə də mürəkkəb cümlə olar. Niyə? Çünki ayrı-ayrı xəbər mübtəda var. Ya öz istədiyini edər, ya da mən ona dərs verərəm. Yenə də. O istədiyini edər, mən dərs verərəm. Bu da mürəkkəb cümlə olaraq qalar. Tabes mürəkkəb cümlələrindən biri iki işdən birinin mümkünlüyünü bildirir. Gah onu üşütmə tutur, gah qızdırması qalxır. Hər ikisi eyni olur. Ya sahib ya da əli özünü təqdim edəcəkdilər. Bu sadə cümlədir. Ya da həmcinslərin arasında işlənib. Gah o mənə qulaq asdı, gah mən onu dinlədim. Bu hər ikisi olur. Yəni hər ikisi mümkündür. Gah külək qalxır, gah bürkü olurdu. Bu da hər ikisi mümkündür. Ya mən səni başa düşməmişəm, ya da sən məni başa sala bilməmsən. Bu iki işdən biri mümkündür burada. Hadisələrin ardıcıl baş verdiyi tabes mürəkkəb cümlələri müəyyən edin. Hadisələr ardıcıl. İşıqlar söndürüldü. Film başladı. Arif evə gəldi. Anası ona yemək hazırladı. İki olar burada. Uşaq gördü, Əli həyətlə harasa gedir. Uşaq gördü ki, Əli 3 səhvdir. Sonra Rasim yuxarı mərtəbədə qalır, Əli aşağı mərtəbədə. Bu qarşılaşdırmadır. Amma Əli aşağı mərtəbədə. Əlləri ilə böyük bir daşı yerindən oynatdı. Hamı heyran oldu. Bu səbəb nəticədir. Cavabım olar burada B variantı. İşıqlar söndürüldü, film başladı. İnsan zəkası inkişaf etdikcə tağbəndli məbədlər, təmtəraqlı imarətlər, uca göydələnlər, bütün dünyanı tutdu. Obalar, şənliklər şəhərlərə çevrilir. Cümləsilə bağlı doğru fikirlər seçin. Tərəfləri bərabər hüquqlu sadə cümlələrdir.
Bəli. Çünki bura qədər bir cümlədir. Buradan bu tərəfə də bir cümlədir. Hər ikisi də tabesi mürəkkəb cümlədir. Doğrudur. İki tərkib hissədə də mübtədalar həmcinsdir. Çevrildi nə şənliklər, obalar, nəyə çevrildi şəhərlərə. Nəyə çevrildi şəhərlər, bu tamamlıq. Deməli, dünyanı tutdu. Nə? İmarətlər, məbədlər, göydələnlər. Bəli, həmcinsdir. B düzdür. Həmcins xəbərli sadə cümlədir. Bu səhvdir. Tabesi mürəkkəb cümlədir. Hər xəbərin ayrı-ayrı mübtədası var. Tərkib hissələrindən birincisində həmcins təyinləri var. Xeyr, hər mübtədanın özünə aid təyini var. Niyə həmcins olsun ki? Bu səhvdir. İkinci tərəfi birinci tərəfdəki hadisənin nəticəsini bildirir. Yox. Yox, səbəb nəticə əlaqəsi deyil bu. Dünyanı tutdu, obalar, şənliklər. Burada uca göydələnlər, insan zəki inkişaf etdikcə tabəndli məbədlər təranlı. Bütün dünyanı tutdu, obalar, şənliklər, şəhərlər, ardıcıllıq əlaqəsi daha üstündür, nəinki səbəb nəticə. Ona görə E səhvdir. A, B variantı. Həm sözləri gözəl və aydın deyir, həm də səsi gözəldir. Burada nə var? O sözləri gözəl, aydın deyir. Gözəl olan nədir? Səsidir. Tabes mürəkkəb cümlədir. 2 qrammatik əsası var, doğrudur. Zaman əlaqəli tabes mürəkkəb cümlədir. Cümlənin tərkib hissələrindən baxaq. Cümlənin tərkib hissələrindən yalnız birində mübtəda var. Bəli, doğrudur, amma yanlışın altından veribdir. Buradadır yalnız mübtəda. Tabes mürəkkəb cümlənin tərəfləri bağlayıcı vasitə ilə bağlanmışdır. Həm də, bu da doğrudur. Deməli, yanlışın altından verib, ona görə səhvdir. Cavabımız bizim olar nə? A variantı. Əgər tabes mürəkkəb cümlənin tərəflərindən biri digərini aydınlaşdırırsa, həmin tabes mürəkkəb cümlə haqqında nəyə əminliklə demək olar? Yəni, deyir, aydınlaşdırma əlaqəsidirsə. Yəni, bağlayıcı ola da bilər, olmaya da bilər. Bu, qoşa nöqtə ola da bilər, olmaya da. Məsələn, belə bir şey deyək də, deyir ki, ağartı almırdılar, qoşa nöqtə, yəni inəyin südü hamıya çatırdı. Qoşa nöqtə olmasaydı, yəni olardı, yəni inəyin südü hamıya çatırdı. 2 mübtəda var, deyə bilmərsən, olmaya da bilər. Məsələn, inəyin südü hamıya çatırdı, nə idi çatırdı, nə, inəyin südü, bu mübtədası var imiş. Olmaya da bilər amma. Tərkibində ən azı bir duruş işarəsi var. Bəli, indi ya qoşa nöqtədir, yaxud qoşa nöqtə yoxdur, yəni yazıb vergül qoymalıdır ondan qabaq. Təyini dəqiq deyə bilmərsən, deyə olar. Hansı variantda verilən tabesi mürəkkəb cümlə cədvələ uyğun deyil? Atdan yıxıldı, ayağı qırıldı, səbəb nəticədir. İt hürdü, səsi ətrafa yayıldı. Telefon zəng çaldı, qoca yuxudan oyandı, səbəb nəticədir. Bizə nə lazımdır? Hansı uyğun deyil? Deməli, it hürdü, səs ətrafa yayıldı, səbəb nəticədir. Yolda dava düşdü, Qasım buna fikir vermədi. Amma Qasım buna fikir vermədi. Cavabımız burada E olar. Qarşılaşdırma əlaqəsidir bu. Tərkibində xəbərlərin quruluşca növü eyni olan tabesi mürəkkəb cümləni tapın. Quruluşca növü. Xəbərin quruluşca növü 2 cür olur da. Ya sadədir, ya da nədir? Mürəkkəbdir. Sadədirsə sözlə ifadə olunubdur. Mürəkkəbdirsə söz birləşməsi ilə ifadə olunubdur. İndi baxaq. Quruluşca növü eyni olsun və tabesi mürəkkəb cümlə olsun. İndi gələn sürət qatar. Nədir? Sürət qatardır. Bu mürəkkəbdir, minib gedərik. Bu da sadə xəbərdir. Eyni olmadı. Sən hər şeyə inanansan. Mən isə yalnız özümə. Burada heç xəbər yoxdur ikinci tərəfində. Ona görə bu səhvdir. Qapıda gördüyün ömür yoldaşımdır. Bu il 50 illik yubileyimiz olacaq. Ömür yoldaşımdır. Kim qapıda gördüyün 50 yubileyimiz olacaq. Bu yubileyimiz olacaq, bu sadədir. Bu mürəkkəbdir. Bura Cəlilabad rayonudur. Kartofu ilə, taxıl ilə məşhurdur. Məşhurdur, sadədir.
Cəlilabad rayonu mürəkkəbdir. Xəbər. Eyni olmadı. Hər kəsi öz arşınınla ölçmə. Sadədir. İnsanların hamısı bir deyil. Bir deyil, bu da sadədir. Kim insanların hamısı? Buna niyə xəbər qoydum mən? Bu mübtədadır. İnsanların hamısı mübtədadır. Burada sadə gələn E variantı oldu da elə. Sonra klaster tamamlayın. İt hürdü, dayı qorxub kənara çəkildi. Bu nədir? Səbəb, nəticə. Səbəb, nəticə. Eyni zamanda baş vermir. Yox, bu səhvdir. Deməli, 1-ə yazmalıyam E. Yox, E nədir? E. 1-ə yazmalıyam E. 2F. Motor işə düşdü, işə gec. Motor işə düşmürdü, iş gecikirdi. Doğrudur. Gecə düşür, ətraf qaranlığa bürünürdü. Bu da səbəbdir. Deməli, D-ni götürəcəm. Boran çöldə ac qurd kimi ulayır. Soyuq qılınc kimi kəsirdi. Bu zaman əlaqəsidir. Sonra başqa var, yoxdur. Uyğunluğu müəyyən edək. Küçədə maşınlar şütüyür. Tabes mürəkkəb cümlə necə tamamlasaq, hadisələr ardıcıl baş verir. Amma bəziləri yolu keçməyə çalışırdılar. Bu qarşılaşdırmadır. İnsanlar işə tələsirdilər. Bu da zaman əlaqəsidir. Bunun heç birisi ödəmir. Necə tamamlasaq hadisələr eyni zamanda baş verər. Uşaqlar parkda oynayır. Bəli. Küçədə maşınlar şütüyür. Eyni vaxtda da, eyni zamanda da uşaqlar parkda oynayır. Ətrafda ciddi səs-küy yaradırdı. Maşınlar şütüyürdü. Maşınlar səs-küy yaradırdı. Bu da sadə cümlədir. Cavabımız olar C variantı. Sual işarəsinin yerinə hansıları artırsaq düzgün olar. Mən çoxdan bu sahədə çalışıram. Deyir, nə artırsan tabesiz mürəkkəb cümlə olar. Çünki artırsan tabeli mürəkkəb cümlə olacaq. Amma işimə dəyər verən olmadığına görə işdən çıxmaq istəyirəm. Mən çalışıram, mən çıxmaq istəyirəm. Bu da çıxırsa cavab olur B. Belə ki, tabellik bağlayıcısıdır. Ona görə bunu da çıxdı. Özümü xeyli inkişaf etdirmişəm. Bunu da mən eləmişəm. Bu da sadə cümlədir. Hansı sözlərin, bu biraz tələli testdir, hiləli testdir. Sözlər deyir. Tabes mürəkkəb cümlənin tərəflərini bağlaya bilməyəcəyini əminliklə deyə bilərik. İsə bağlayır və bağlayır, fəqət bağlayır. Burada ilə bağlamır. Dadə də şəkilçidir, bağlamır. Amma söz dediyinə görə dadəni götürə bilmirəm. Cavab olar D variantı. Biri tabesiz mürəkkəb cümlə deyil, bəlkə də yağış yağır. Sel-su aləmi bürüyüb, tabesizdir bu. Çoban çox dedi, amma Murad az eşitdi. Bu da qarşılaşdırma əlaqəlidir, tabesizdir. Ramazan kəndə yenicə gəlmişdi. O özünü yaxşı biri kimi tanıtmışdı. Deməli, bu ardıcıllı tabesizlikdir. Pəncərələri örtdülər o səbəbdən ki, tabeli bağlayıcısıdır. D variantı tabeli mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümləni müəyyən edin. Çünki varsa tabelidir. İgid ölər, adı ilə yaşayar. İkisini də eləyən igiddir, sadə cümlədir. Əlləri titrəyir, hərəkətinə mane olurdu. Titrəyən də əlləridir, hərəkətinə mane olan da əlləridir. Sadə cümlədir. İgid özü üçün doğular, başqaları üçün ölər. Sadə cümlədir. Bunun hər ikisini eləyən igiddir. Evi yanan yalançıdır. Heç inanmayan heç kimdir. Bu E variantı. Hansı tabes mürəkkəb cümlədə altından xətt çəkilən söz mürəkkəb cümlənin tərəflərini bağlamır. Həm Rasim işini bitirməmişdi, həm də Əli evdədir. Bəli, bu tabes mürəkkəb cümlədir. Həm də bağlayıcı vasitədir. Nə sərnişinlər mindilər, nə də avtobus dayanacaqda dayandı. Nə də burada bağlayıcı vasitədir. Gah tarlada, gah əkində işləyirdilər. Bax, bunu götürə bilərsən. Niyə? Görürsən, gah-gahda mürəkkəb cümlələrin arasında işlənməyib də. Sadəcə işləyirdilər. Harada, tarlada, harada, əkində. Zəflikləri, həmcins zəflikləri bağlayıb. C-ni götürə bilərsən. Anasından icazə istədi, fəqət anası razı olmadı. Ya ondan pulum al, bu da görsən mürəkkəb cümlədədir. Cümlələri bir-birinə bağlayıb. Bura qədər bir cümlədir, amma burada yoxdur cümlə. Nümunələri müqayisə edərək fərqli cəhətləri seçin. Yenə də kəndə gələ biləcəkmi? Onu görmək mənə qismət olacaqmı? Burada ədat var, amma bağlayıcı vasitədir. Bağlayıcı vasitə deyil. Bağlayıcı vasitə ədat onda olardı ki, onu
anda ilə əvəz edə biləydim və bu sual intonasiyası yaratmayaydı. Ona görə bir fərqli yox, heç ümumiyyətlə düz fikir deyil. Biri çıxdıq. Bağlayıcı vasitədir. 1000 il yola baxdı qulağı səsdə, ancaq dəyişmədi ömrün mənası. 2-ni götürə bilərəm. Tabiiz mürəkkəb cümlənin tərəfləri yalnız intonasiya ilə bağlanıbdı. 3-ü götürə bilərəm. Bu buna aid doğru fikirdir. O gələ biləcəkmi? Mənə onu görmək qismət olacaq və s. Cümlədə hadisələr eyni zamanda baş verir. Bu buna aiddir. Eyni zaman birinciyə aiddir. Bu isə qarşılaşdırmadır. 4-ü də götürə bilərəm. Cavab olar B variantı 69. Hansı tabiiz mürəkkəb cümlədə hadisələr eyni zamanda baş verir? Zəngin səsi kəsildi, dərs başlandı. Bu ardıcıldır. Bizə də pay göndərdilər və payı qardaşımla bölüşdük, ardıcıldır. Ağacdan şaqqıltı gəldi. Səlim diksindi, səbəb nəticədir. Mən ona baxıb göz qaş etdim, yəni susun, aydınlaşdırmadır, baxın bu, aydınlaşdırmadır, yəni ilə bağlanıb. Əlinin sözlərinə görə Akifin nitqi qurudu, əllər əsdi, eyni zamandadır. Nitqi qurudu Akifin, əllər əsdi Akifin, yəni eyni zamanda baş verən hadisələrdir. Oxuyanda adama səbəb nəticə kimi gəlir, amma bu eyni zamandadır. Qarşılaşdırma əlaqəli tabiiz mürəkkəb cümlələrin birində isim iştirak etmir. İsim, qarşılaşdırma. Bunları yaddan çıxarmaq olmazdı. Amma gözəl, buradakı gözəl adam adıdır, xüsusi isimdir bu heç. İllərlə mübarizə apardı, sonra hər şey yoluna düşdü. Burada qarşılaşdırma yoxdur. İllərlə var yanında. Yaralılardan biri uzanmışdı, fəqət digəri içəridə deyildi. Yaralılardan biri uzanmışdı, fəqət digəri içəridə deyildi. Bu C-ni götürə bilərəm. Burada deməli nə isim yoxdur, nə də ki, hədə isim yoxdur, həm də tabiiz mürəkkəb cümlədir. Qarşılaşdırma əlaqəlidir. Hər şey aydın oldu, bu qarşılaşdırma əlaqəli deyil bu heç. İndi burada onu gözləmək lazım idi, lakin hamı irəliyə doğru gedir və qapını, isim var burada, bu da heç. Verilmiş tabiiz mürəkkəb cümlənin tərkib hissələri ilə bağlı doğru fikirləri müəyyən edin. Dəyirman bildiyini edər, amma çaxçaq baş ağrıdır. Burada amma artıra bilərik də. İşi görən dəyirmandır, amma başını ağrıdan çaxçaqdır. Qarşılaşdırılır, biri digəri ilə qarşılaşdırılır. Tərəfləri bağlayıcı ilə bağlanıb, hadisələr eyni zamanda baş verir. Burada kim yaşayacaq? Kim buranı azad edəcək? Burada bağlayıcı yoxdur. Qorxudan başım ağrımaya başladı, əllərim titrədi. Səbəb nəticədir bu? Yox, əstəğfurullah. Zamandır zaman olmağına, başım ağrıdı, əllərim titrədi, eyni zamanda baş verir. Sadəcə bağlayıcı yoxdur. Maşın yoldan çıxdı və dərədən aşağı yuvarlananda oğlan özünü pəncərədən çölə atdı. Burada nə var? Səbəb nəticə var. Səbəb nəticə. Oğlanın özünü çölə atmasının səbəbi nədir? Maşının yoldan çıxmasıdır. Zamanlı deyil bu. Bizim bir böyük kənd var və bu kəndin bir Mərdimazar bələdiyyəsi. Və bu zaman əlaqəsidir. Ellipsis var burada. Mürəkkəb cümlədir. Bu tabiiz mürəkkəb cümlə. Bağlayıcı vasitədə vədir. Hara getmək istəyir? Onu kim yerindən yurdundan edir? Burada da bağlayıcı yoxdur. Hansı tabiiz mürəkkəb cümlələrdə hadisələr ardıcıl baş verir? Kərəm bəzi qeydləri Əliyə gətirdi. Əli də Əkbərə çatdırdı. Bir olar. Deyəsən yağış yağdı ki, bu səbəb nəticədir. Səbəb nəticə. Fasilə başlandı və müğənni zalı tərk edib dincəldi. Bu üçü götürərəm. Start fitil səsləndi və idmançılar yarışa başladı. Burada 4-ü götürməyib deyəsən. 4 idi deyəsən, götürmədi. Baxım ona cavabına. Bir dəqiqə. 4. 4 olmayıb, götürməyib. Amma mənə görə bu ardıcıldır. Ardıcıldır. Cavabı C verib. Bunu
Bunu qeyd eləyən bitərdə bunu deməli rəyə yazaram nəticəni. Özüm də araşdıracağam. Bir neçə müəllimdən də soruşaram, güvəndiyim, inandığım müəllimlərdən də. Rəyə nəticəni yazaram. Siz də yəni araşdırsaz rəyə yaza bilərsiniz. Tərəfləri bağlacı ilə bağlanmayan tabesi mürəkkəb cümləni seçin. Deməli, tabesizlik bağlacısa bağlanmayan. Nə gözəl mənzərədir. Mənə çox xoş təsir edir. Biri götürə bilərəm. Bu ədatdır. Qulu adları sayarmış. Yəni, burada bağlacı yoxdur da, intonasiya ilə bağlanan mürəkkəb cümlədir. Qulu adları sayarmış və var burada. Ona görə içini çıxacağım. Bizdə ağıl da var, düşüncə də var. Burada və var. Və var nədir? Dadə var. Həm paltarlar qırışmışdı, həm də ütü yaxşı edilməmişdi. Həm də var. Ya ilkin, ya da ülfət gələr. Burada ya da var olmağına, amma deməli, ya da həmcinsləri bağlayıb. Həmcins mübtədaları kim ülfət, kim ilkin, mürəkkəb cümləni bağlamayıb. Ona görə cavab olar 1-5. Boş xanalardan yalnız birindən yazılacaq tabesi mürəkkəb cümləni seçin. Köksümdə tufanlar, hadisələr eyni zamanda baş verir. Tərəfləri bağlacı ilə bağlanıb. Köksündə tufanlar gəldim irəli mən. Öpüm kölgən düşən mübarək yeri mən. İkisi sadə cümlədir. Əgər bütün, əgər varsa heç baxmağa dəyməz tabe mürəkkəb cümlədir. Onun ruzisi ilə xoş olar halım. Onun duası ilə gülər iqbalım. Eyni zamanda baş verir. Tərəflər isə bağlacı ilə bağlanmayıb. Bura yaza bilmirəm. Yalnız birinə yazılır. C-ni götürə bilərəm. Düşmən tənəsi ilə kəsilsə yolum sasə. Şərt şəkli. Varsa nədir? Tabeli mürəkkəb cümlədir. D getdi. Bərabər evə gəldik, oturdu. Ailə üzvləri ilə tanış oldu. Hadisələr ardıcıl baş verir. Gəldi, oturdu, ailə üzvləri ilə tanış oldu. Yəni, hamısını eyni zamanda eləyə bilməz. Tabesiz mürəkkəb cümlə. Yəni, bura yazılmır, bura yazılmır. Amma bura da yazıla bilmir. Çünki bağlayıcı ilə bağlanmayıb. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrində fikirlər qarşılaşdır. Niyə hamı mübarizə apardı? Amma sən bunu götürə bilərəm. Çoban əmr etdi, oğlu icra etdi. Bu yox. Qapı bağlandı. Bu ardıcıldır. Qapı bağlandı, yarışma başlandı. Qapı bağlandı, yarışma başlandı, ardıcıldır. Uşaqlar imtahanda az bal yığdı, atası deyindi, səbəb nəticədir. Bizim yola asfalt çəkildi, hamı sevindi, səbəb nəticədir. Hansı cümlələrdə hadisələr ardıcıl baş verir? İt hürər, karvan keçər. Bu eyni zamanda, yaxud it hürər, amma karvan keçər, yox. Eyni zamanda baş verən hadisələrdir bu. Zamandır bu. Nə böyükləri bilinir, nə kiçikləri. Bu da zaman əlaqəsidir. Dostum pay göndərmişdi və mən də payın əvəzində hədiyyə göndərdim. Bu ardıcıldır. Birinci bu göndərib, sonra o birisi. Elçilər gəldilər, toy barədə söhbət başlandı. Ardıcıldır. Birinci elçi gəlib, sonra söhbət başlanıb. Gecə keçdi, fəqət uşaq evə gəlmədi. Bu isə qarşılaşdırma əlaqəsidir. Fəqət də var. 3 ilə 4 B variantı olar burada. Tabesi mürəkkəb cümlənin tərkib hissələrindən biri hadisənin səbəbini, digəri onun nəticəsini bildirir. Düşmən yurdumuza basqın edib, bağrımızı yarıb. Bunun hər ikisini eləyən düşməndir. Bu sadə cümlədir. Atam ona görə dayandı ki, bu tabeli mürəkkəb cümlədir. Birdən arxadan çiynimə əl uzandı, bütün bədənim titrədi. Bəli, bu səbəb nəticədir. Baxın, çiynimə əl uzandı. Bütün bədənim titrəməyinə səbəb nədir? Çiynimə əlin uzanması. Sürüdən ayrılan qoyun dağdazdı. Heç kim onu axtarmadı. Amma heç kim qarşılaşdırma əlaqəlidir. Pəncərədən baxanda qonşunu gördü, səs-küy saldı. Ardıcıldır da bu. Yəni, eləməyə də bilərdi bunu. Tərkib hissələri arasındakı məna əlaqəsi baxımdan tabesi mürəkkəb cümlələrdən biri fərqlidir. Tel örgülərdən keçdilər və onlar yerlə sürünə-sürə düşmən. Bu ardıcıldır bu.
Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi. Lalibalı bir vəziyyətdə İstanbula döndü. Sadə cümlədir bu heç. Qapı yavaşca açıldı. İçəri qoca və zəif bir vücud girdi. Ardıcıldı. Qadınlar corab toxuyur, kişilər siyasət barədə söhbət edirdilər. Bu, deməli, zaman əlaqəsidir, eyni zamandadır. Biraz sonra hamı həyətə düşdü. Pərvinə kömək etməyə başladılar. Bu da ardıcıldır. Burada cavab olar D variantı. Qapımızdan keçən su arxının başında oynayırdım. Oynardım. Söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökər cümləsi ilə bağlı uyğunluğu müəyyən edin. Doğru fikirdir. Mən oynayardım. Küləklər saçım üzümə tökərdi. Tabes mürəkkəb cümlələrdə hadisələr eyni zamanda baş verir. Doğru fikirdir. Tərkib hissələrindən yalnız birində düzəltmə söz var. Sözlər var. Deməli, burada daradan daraq. Bu tərkib hissələr buradan bura qədər. Burada heç nə yoxdur mürəkkəb. Sadə yox. Düzəltmə yoxdur. Sonra doladan dolaşıq, dolaşmaq, dolaşıq. Demək, 2 düzdür. Hadisələr ardıcıl baş vermir, bu səhvdir, zamandır. Tabes mürəkkəb cümlə hadisələr qarşılaşdırılmır. Doğru fikirdir, amma bir dəqiqə. Aha. Deməli, qarşılaşdırılmır. Bu doğru fikirdir, amma yanlışın altındadır. 4 olmaz. Tərəflərindən hər ikisində təyin olunan fe'l sifət tərkibi var. Su arxının başında. Hansı su arxını qapımızdan keçən? Deməli, küləklər tökərdir. Nə küləklər? Hansı küləklər? Söyüd yarpaqlarından əsən. Deməli, doğrudur bu. Fe'l sifət tərkibləri var, amma yanlışın altında da götürmürəm. Cavabım olar burada 1-2 E variantı. Bu qədər dostlar. Videonu bəyənməyi, paylaşmağı, olduğunuz qruplarda reklam eləməyi unutmayın. Sağ olun, növbəti izahlarda görüşənə qədər.